Neçə müddətdir racibi qəza və qədər və sərnəveş danışıyor. Ərz edirik ki, əvam, amme mərdum mütəqiddirlər ki, təqdir, sərnəveş və anın yazısı və şansı var. Mərdum, əğləb, vaxtı ki, şikəst yillər, şikəstlə müvacih olurlar, istədiklərinə yetişmirlər, günahı salırlar, sərnəveştin başına, təqdirin başına, qəza və qədərin başına, türklədilə anımızın yazısıdır. Amma özləri vaxt ki, müvəffəq olurlar, piruz olurlar, istədiklərinə yetişirlər, razı dərlər ki, deyərlər, sərnəveş buzu icab edəyib. Deyirlər, zəhmət çəkmişik, təlaş eləmişik. Neçə cələsədir bu zəminədə söhbət edirik. Hansı düzdür, hansı qələtdir? Mövlana da özü bir səbki düz bilir. Filsuflar da bir ayrı səbki düz bilirlər. Biz də bir ayrı səbki düz biliyoruz. Bunları xülasə eləmişik iki cümlədə. Deyirik ki, harda insanda əql var, ixtiyar var. Əql olan yerdə, ixtiyar olan yerdə sərnəveştin məfhumu yoxdur. Hardaki adam əqlindən istifadə eləsə, nə sərnəveş? Hardaki insan ixtiyarından istifadə eləsə, nə sərnəveş? Yəni, sərnəveşdi tolid eləyən insan özüdür. Munda o zəminələrdə ki, insanın əqli var, əqli işləyir, əqli qəd çəkir. Və o zəminədə ki, ixtiyarı var. Orada hər kəs günahı salsa sərnəveştin başına, qəbul deyil. İştibah eləsən, əqlin vardı, seçəydin. Amma hər zəminədə ki, insanda əql qəd verməyə, əqlə əsən rəbti olmaya. Çünki tamamı məsailə aləm əqlani deyil. Yəni, bizim əqlimiz ilə cücəlməz. Ya, bizim ixtiyarımız yoxdur, bizdən ixtiyarı alıblar. Orada desə sərnəveş, qəza və qədər düzdür. Bunu barha arz eləmişik ki, nə dərz edirik, nə misal vuruyor. Deyirik ki, bizim əqlimiz var. Biz gahdan bəzi yerlərdə deyirik ki, məsələn, xanım olmaq yaxşıdır, müənnəs olmaq yaxşıdır. Bəzi yerdə deyirik ki, müzəkkər olmaq yaxşıdır. Əqli deyir ki, xanım bəzi işlərdən ötürdü, ağalar bəzi işlərdən ötürdü. İndi biz istəsə intixab eləyək, əqlimizdən istifadə eləyək. Deyirik ki, zindəci müştərəkə əqlimiz deyir ki, xub, əgər xanım yox, bir ağa intixab eləyək. Əgər ağa yox, xanım intixab eləyək. Amma bizimki cinsimiz ağa olub ya xanım olub, o bizim əqlimizdə rəbd yoxdur ki. Bizimlə məşvərət eləmədilər, biz xanım olaq ya ağa olaq. İxtiyar yox idi, təyin-i cinsiyyət bizə rəbti yox idi. Orada desək ki, sərnəveşdimiz icab elədi, biz də kişi olaq. Ya biz də xanım olaq, o düz sözdür.
sərnəviş icab edib, bir də kişi olub, bir də xanım olub. Yayın ki, məhəllə təvəllüdümüz bizimlə məşvərət olmayıb. Bizim məhəllə təvəllüdümüz kənd olub, şəhər olub, ustan olub, bəxş olub, Asiya olub, Afrika olub, bizimlə məşvərət olmayıb. Desək ki, sərnəviştimiz, təqdirimiz, alnımızın yazısı icab elədi ki, biz kətdə dünyaya gələk, ya şəhərdə dünyaya gələk, o söz düzdür. Hansı əsrdə dünyaya gələk? Düzdür. Bəzi bir xasiyyətdən dünyaya gəliyor, düzdür, sərnəviş, orada məfhumu var. Amma orada ki, biz eləyə bilirik, intixab eləyək, dəxl-i təsərrüf eləyək, orada sərnəviştin məfhumu yoxdur. Özümüzük ki, öz sərnəviştimizi təyin eləyirik, özümüzə bərnamə yazıyoruz. Əgər tənbəllik eləsək, biz sərnəvişdə yetişəcəyik ki, özümüz onu tolid eləmişik. Əgər zirəhli eləsək, fəal olsaq, huşumuzu işləsək, o özümüzə mərbutdur. Bənabərin mütləq deyə bilmərik ki, hamısı sərnəvişdir, hamısı ixtiyaridir, hamısı əqlanidir. Zindəcanlıq bircidir ki, hamısı əqlanidir, bizim əqlimizlə deyil, hamısı bizim ixtiyarımıza rəbt yoxdur və hamısı da sərnəvişdə rəbt yoxdur. Xoş, indi bu dünyadan qutulduq, gedirik o birisi dünyaya. O bizim sərnəvişdimizdir ki, gərək gedək. Gərək getmək sərnəvişdir. Bizim ixtiyarımıza qoysalar, istəmiyox gedək. Məgər nadir əfrad ki, da həlakdırlar ölməğa, çünki çox əzabdadılar. Əqləb-i mərdum təlaş eli ki, qalsın, mübarizə eli, əvamil xətərlə, əvamil mərcinə, deyirik qalaq. Hey qaçıq döhdüyə, hey dərman axtarıyıq, hey bir işlər görürük ki, çox ömr eləyək. Amma biləxərə bizim istəməmizlə deyil, bizim intixabımızla deyil, bizim əqlimizlə deyil. Getməli yox. Hamı gedir, biz də gərək gedək, gərək. O cəbridir, orada ki zor var, sərnəvişdə məfhumu yox. İndi getdik o birisi dünyada, bir də behişdə, bir də cəhənnəmdə. Bu Kitab-ı Asmanın sözümüz idi. Əgər sərnəviş mütləq olsa, bu neçəmci dəfə dərz eləyəm. Əgər sərnəviş mütləq olsa, yəni vaqəən adamın alnının yazısı əvvəldən axiraca yazılsa, onda yəni əvvəldən bir dənə alnına yazıblar, cəhənnəmə gedəcəksən. Bir dənə alnına yazıblar ki, gərək behişdə gedə. Onda Allah girə keçər. Orada Allaha cəhənnəmdə mühakimə edərlər, cəhənnəmə gedənlər. Sən bizim sərnəvişdən niyə buzu yazdın? Onda sən nəci adil Allahsan, bizə bir bərnamə yazdın, sərnəvişçi yazdın ki, gəldik cəhənnəmdən sərdər avurdim. Behişdə gedənlər etirazlar olmaz, amma cəhənnəmə gedənlər etirazlar olar da. Əgər sərnəviş mütləq olsa, yəni mütləqən hər zat sərnəvişdə mərbut olsa, Allaha adil demək olmaz. Zalimin adını qoymuşuq adil. Bir yazıb ki, elə mən bədbəxtçilikdə yaşayam, axirdə də bədbəxt olam. Çün Allah adildir, çün behişt və cəhənnəmi insan özü tolid edir. Hər kəs, bu Kitab-ı Asmani ilə də hər kəs öz behiştir, özü tolid edir.
öz cəhənnəmin özü tolid eləyir. Pəs burada demək olmaz sərnəveşt. Behişt o cəhənnəm heç kəsin sərnəveştində yazılmayıb. Cinsiyyət sərnəveştdə yazılıb. Harda dünyaya gələcək sərnəveştdə yazılıb. Hansı dədən, nənədən dünyaya gələcək sərnəveştdə yazılıb. Amma sərnəveştdə yazılmıyor ki, bir nəfər elə əvvəldən axıra bunu məsir zindəcanlığı təyin olub, axirdə sər az cəhənnəm sərdərmiyə verər. Ya sər az behiş dərmiyə verər. Quran barha buyurur ki, biz insana ağlı vermişik, insana ixtiyar vermişik, ta insan ayəndəsin tolid eləsin. Müvəffəqiyyətlər əğləb nəticəyi təlaşlardır, nəticəyi intixablardır. Vəli xub, bir miqdarı sərnəveşdir. Bəzi əfradı Allah bir cür tənzim edir ki, mütəfavit olsun. Elə əvvəldən görsən ki, çətdə dünyaya gəlir, 2 qardaş, 3 qardaş çətdədirlər. Çətdilik buranın sərnəveştində yazılıb. O birisilər də şəhərlidirlər, şəhərli sərnəveştində. Amma sonra görsən o çətdə, o şəhridə əfrad, bərnamələn bizi tənzim edirlər ki, çətdilər qaçırlar şəhrə. Bəzən şəhərlər qaçırlar kəndə. Kətdəkilər bir dəsi neynisən elə deyirlər biz kətdə qalmalıyıq. Vəli bir də deyir ki, kətdə dünyaya gəlmişəm, amma niyə? İxtiyarı var, intixabı var, təlaş eləyir, zəhmət çəkir. Əlbəttə, bu zəhmətlərin holu hoşunda ki, bir şey sərnəvişlər də var. Məsələn, hökumətlər var ki, oranın sərnəvişdindədir. Əfrad da bu hökumətlərin dəyişmanda müəssirdirlər, iradələri var. Vəli də 30% iradə insana mərbut deyil. Gahdan görsən ki, təhmil oldu. Necə dədələnə təhmil olur? Hökumət də təhmil olar. On vaxt mühit də təhmil olar, dil də təhmil olar. Vəli sonralar görsən ki, əfrad ixtiyarlarına istifadə edirlər, taza bir dil intiqab edirlər. Gedi İngilisi öyrəşir, gedi tafel alır. Aya, sən sərnəvişdində var idi, tafel alasan. Nə xeyr, sərnəvişdində yox idi, tafel ala. Sərnəvişdində bu vardı ki, eləyə bilərsən, gedəsən, tafel alasan, qəşəh İngilisi danışasan, biləsən, gedəsən, Çini danışasan və arişlər görəsən. Xob. Amma Mevlana bu fihi mafihdə, bu qismətdə deyir ki, Mevlana deyir ki, əsl təqdir iləndir. Orada ki, təqdir var və o da bir cəhətdən düzdür da. Yəni, əsl cəbridir aləmdə. Necə ki, diqqət edin, əsl cəbridir, əsl təqdirdir. Vələ istəyir ki, hamısı təqdirdəyir. Bu ki, bizim sərnəvişdəmizdə vardı ki, xəlq olaq, o təqdirdir da. Yəni, təqdir, təsmim tutub biz xəlq olaq. Təqdir, təsmim tutub ki, bizim cinsiyyətimizi təyin edib. Təqdir, təsmim tutub ki, biz İranda dünyaya gələr. Amma deyib ki, eləyə bilərsən, dər surəti imkan İrandan çıxa da bilərsən. Onu da qoyubdur. Xob, indi əsl təqdirdir. Sonra ixtiyardır. Tərtibinə də gəzək, bunu gəh nəzərdə tutaq. Əvvəl təqdir, sonra ixtiyar, hamısı nə təqdir, hamısı nə ixtiyar. Təkrar edirəm. Əsl təqdir است, vəli hamısı təqdir deyil. Əqlaniyyət, ixtiyar بعد از تقدیر و در توی تقدیر
عقلانیت اختیار احاطه olub təqdiratla, cəbrlə. Xoş, bunu misal vurmağa, bunu tövzih verməyə bir misal ərz eləyəm. Bunda təkrar eləyəm gənə. Əsli təqdirdir, əsli cəbridir, sonra ixtiyardır, dovvum ixtiyardır, hamısı cəbridir, hamısı ixtiyardır. İxtiyar cəbrin içindədir. Cəbr, yəni fişar. Bu fişarın azlığı, çoxluğu bizim ixtiyarımızı azaldar, çoxaldar. Axir cümləmi də deyək. Bu cəbirlərin azlığı, çoxluğu bizim ixtiyarımızı azaldar, çoxaldar. Misal, indi bizim ixtiyarımız var ki, girək müsafirətə. Amma müsafirətə getməyə bir imkanat lazımdır. O imkanat cəbridir bizim ixtiyarımızın üstündə. İndi biz hər ləhzə iradə eləsək, gedənmərik Məkkiyə. İxtiyarımız var, Məkkiyə gedək ya getməyək. Amma hər ləhzə gedənmərik. Məcburuq bir şəraitdən təbəyyət eləyək, gedək Məkkiyə. Laf əvvəl budur ki, pulumuz ola. Mən pulum yoxdur, nədir gedim Məkkiyə? Pulun olmamağı məni məcbur eləyir ki, qıçımı sındıram o təməyimizdə. Məcbur, o cəbr, pulun olmamağı cəbridir. Məni ixtiyarımı məhduddadır. Amma pulum olsa, ixtiyarım çox olacaq, təslim tutacaq. O pulun olmamaqlığı azalsa, yəni pulun olmağı çoxalsa, mənim ixtiyarım çox olacaq. İstəyirəm gedən Məkkiyə, ki, dövlət icazə verəcək, ya icazə verməyəcək. Dövlətin icazə verib verməmək bir dənə cəbridir. Mənim ixtiyarımı məhsul eləyir. Yaxşı, o qəvanini ki, məndən qabaq eşitə qoyulublar, onlar cəbrilərdir. O qəvanin sadə olsa, cəbrilər yüngül olsa, o fənər boş olsa, mənim ixtiyarım çox olar. Amma fənərin fişarı çox olsa, ixtiyarım az olar. Məkkiyə getmək nisbətən asanlaşar, beşər ki, dövlətlər icazə verə, Ərəbistan da icazə verə. Sonra, indi bir nəfər deyək ki, mən duyam gedəm, İsrailə dolanam gələ. İxtiyarım var, amma qoymazlar ki, nə İsrail qoyar, nə İran qoyar. Orada məcbursan, əvvəl cəbridir var. Bu ixtiyarın məhdud olacaq. Məcbursan, itaat eləyəsən bu qanun iki keşvərdən. Hələ imkanat bədəni, mali əvvəlidir. Onlardan sonra imkanat ki, dövlətlər bizə verəcək. İsrail vaxtı mənə icazə vermir gedəm, o məmləkətini dolanam. İran vaxtı icazə vermir, mən gedəm İsrail'e dolanam. Məcburam ki, getməyəm. Onda ixtiyarım azallar. Amma ki, biz indi ali bir məmləkətdə dünyaya gəlsəydik, fərz eləyin, Türkiyədə dünyaya gəlsəydik. Türkiyədə də bu müşkilat var idi, yox, orada müşkilat yox idi. Orada cəbrilər az idi. Orada da bir ayrı cəbrilər var. Hər məmləkət özünə bir cəbrilər, yəni bir sərneviştlər təyin edir ki, insanların ixtiyarını məhdud edir. Xoş, bu miqdar bəhsli haşiyədə, ki, nə dayəndə danışacaq, bir nəmə yetişmişik Mevləvinin misallarının birinə. Mevləvi bərayin ki, sabit eləyə, əsl cəbridir, əsl təqdirdir,
اصل قضا و قدرdir. İxtiyar var, amma ixtiyar nisbət və o cəbr fər'idir. Keçən dəfə İbrahim Ədhəmin dastanını dedi. Bir növə də Ömərin dastanını deyib. Xoş. Ömərə razı iki dənə dastan var. Bir Fih-i Mafihdə burada buyurur. Birində mütəbər tarixlərdə yazıblar. Başlayın. Əvvəlin tarixi ki, İslamda yazılıb, ya yeki az əvvəlin tarixlər bir tarixdir, adı Siri İbn-i Hişam. Siri İbn-i Hişam mühimtərin və əvvəlin tarixdir, tarixi İslam əlbəttə. Orada yazıb ki, Peyğəmbər İslam ki, məbus oldu, Peyğəmbər oldu, çox zəhmətdə idi, cəbrəhay ictimai, fişarat-ı mövcud dər Məkkə, bunları çiriftə eləmişlər. Peyğəmbər ki, o dostları ilə ki, iman gətirmişdilər, məxfiyanə yaşaydılar. O cür həmin rahatı xiyabanda, nemidunəm, məhəllatda görsənələr o cür dəldi. Daşa basıdılar, əziyyət elidilər, məskər elidilər, tuturdular Peyğəmbər dostların, şikəncə elidilər, gahdan şəhid elidilər, öldürüdülər. Aram-aram xanəhay timidə əfrad ki, iman gətirdilər, məxfiyanə yaşaydılar, müsəlman olmaqlıqların gizlədidilər. Əgər bir şey də Qurandan yazmışdılar, bu cür apardılar, bir yerdə bastırıydılar. Ömər də o zaman bir şəxsiyyətdir, Peyğəmbərcildən Məkkədədirlər, bətər dilavər və adəmkoş. Hər kimi söysəydi, öldürərdi bərahəti və əgər də cəncə qəbiləci olsaydı, orada çoxlu əfradı öldüyüncə oturmaz deyəndə, düşməndən. Əcibə bir, vəhşi bir mövzududur. Ömər ha, Ömər ibn Xəttab. Eşitdi ki, bir Peyğəmbər çıxıb, o tarixdə bu yazır. Və buna dəydi. Dedi ki, baxıra, bəzi əfrad gedirlər, bizim qovmu qəbilədən buna tərəfdar çıxırlar. Ömər təsmim tutdu ki, gedə, Peyğəmbəri öldürə. Və gahdan da bəzi əfrada tənəvvür idi. Gəlirdi, məsələn, bir dənə ev qapını çalıydı, o evin asəqqəlini çağırıydı. Dedi ki, eşitmişəm oğlun gəlib də bu şəxsi ki, iddiayını bu vətəli, ona tərəfdar olub. Cət oğlumu mən öldürüm. Bir belənki bir macəraların içində bir nəfər o tərəfdən dedi ki, sən bizim oğlumuzla nə işin var? Kişi sən, get damadığın, bacın ənin və bacığın qabağını al bax. Nə olub ki, deyirlər, sən indi düşübsən qapı-qapı, adam axtarsan, öldürəsən, xəbərin yoxdur, bacınla Ömərə dedilər. Və damaduz bacınəri bu Peyğəmbərə nə tənha iman gətiriblər, daimən ondan bir yerdədirlər. Bu da Ömərə bəh dəydi, narahat oldu. Bizim damad, mənim bacım, şəmşiri çəhdi getdi, bacısı ilə, damaddan öldüyüm o. Puzu bir adam idi, xunriz idi. Getdi, giydi bacısının evinə, bu varid olacaq, bacısı əri, damad, qaşda gizləndi. Məlum oldu, hara getdi. Bacısı qaldı, əlində bu bir parça vardı, tez qoydu qıçığın altına. O da hissləndi. O tarix İbn-i Hişamda yazıb, əvvəlin tarixdə yazıb. Gəldi, möhkəm bacısına bir sili vurdu,
Deyir, nə mənə gizlətdim? Ver görüm onu mənə. Hiss edən ki, bu çəhdi gördü ki, Quranda Sure-i Taha var. 20-ci surədir. Ondan bir-iki dənə ayə yazılıbdır. Bunlar Xanım oxumuşlar, onlar hifzliymişlər. Ömərin gözü düşdü bu cümlə. Belə bir qulaq baxacaq, hissləndi. Deyir ki, bura nədir? Deyir, onlar o bacısı dili tutmaz, dedi ki, bunlar o zatdadır ki, sən gəlibsən onlara xatib, bizi öldürəsən. Deyir, bu kişi buradan deyir sizə. Deyir, hə. Deyir, bax, bunlar əcibə sözlərdir. Ya nə mənə. Bunların bəqiyyəsi hardadır? Deyir, bəqiyyəsini gizlətmişik sənin qorxundan. Ver görünmər deyə də olmaz. Öldüysən də vermərəm. Deyir, niyə vermirsən? Deyir, sən nəcissən, qərdəşinə dedi. Get, qusl elə həyətdə. Quyudan su çək. Qusl elə, gəl verin. Bu danışıqda damad da yavaş-yavaş gördü ki, bunlar yavaş-yavaş bağışırlar. O da oradan çıxdı. Ömər getdi həyətdən. Quyudan su çəkdi, töhdü başına, gəldi ki, qusl elədim. Ver görün bəqiyyəsin. Verdilər, məsələn, 4-5 səfə oldu. Götdü ondan, getdi, Peyğəmbəri tapdı. Peyğəmbər gildə qorxudan ciyiblər bir dənə bir dəxmiyə, qabağına bir dənə bir böyük bir daş qoyublar, orada titrirlər də, xəbərlər yetişib da, ki, indi gəlir. Peyğəmbərin yoldaşları necə titri, də bu Ömər gəlsə, bizim hamımızı həlak edəcək. Bu o zamandır ki, Peyğəmbər bir dənə əmisi var, bir dənə əmisi 14 dənə əmidən, bir dənə əmisi ki, Həmzə-i Seyyid-ül-Şəhəda deyərlər, Həzrət Həmzə. O da taza iman gətirib. Hamı qorxuyor içəridə. Peyğəmbər də belə aranmadı, deyir, əhləşi gəhlər nə xəbər, nə olacaq? Həmzə deyir ki, icazə ver mən çıxım, o məni görsə, zatıda bizdən dalı otuyar, həmd eləyənməz. Peyğəmbər Həmzəyə deyir ki, yox, dayan. Özü çıxdı. Çıxdı, Ömər bu cür qollarını açdı, Peyğəmbər də qollarını açdı, burada möhkəm quzaqlaşdılar. Bu kağızlar da əlindədir. Orada o tarixdə yazır ki, Peyğəmbər deyir ki, bəddadaş və indi niyə? Bən evi yubanıbsan, çox yubandım. Çoxdan müntəzirdir sən gələsən. O tarixdə bu cür yazır. İndi bu da fihi-mafidə bizlərlə mütəfavit yazır. Cüz'i. Bu Ömər, indi bu da bu cür, o təfavütün dərz edeyim, elə bu sözləri bunu yazıbdır burada Mevlana ki, Ömər gəldi, Peyğəmbəri tapdı. Dünyası dəyişildi. Bunda deyirlər, Peyğəmbər bir dua eləmişdi. Dua eləyəndə daim deymiş ki, Xudaya, bizi təqviyyət elə. Ömərlə ya Əbu Cəhlinə. Əbu Cəhli də Məkkədə bir fərd imiş ki, özün adın qoymuşdu Əbul-Əql. Da ondan bətər aqil yoxdur. Əbul-Əql yəni mərkəz-i əql. Munta deyirlər, Peyğəmbər, Mevlana yazır ki, Peyğəmbərin dilində demiş Allah, Ömərlə ya Əbu Cəhlinə. Bu ki, Peyğəmbər dua eləyəndə əvvəl deyib Ömərlə ya Əbu Cəhlinə, Mevlana deyir ki, bu təqdiri tolid elədi. Duada Öməri saldı qabağa. Ömər gəldi, Ömərin
qəlbində bir rəhm və roşənayı tapıldı. Gəldi, iman getdi və İslamı təqviyyət elədi. İslam dirildi. Və Ömər ömrün axırına zan dedi ki, mənim təqdirimdə vardı. Harca Peyğəmbər əvvəl desin Ömər, sonra desin Əbu Cəhl. Bəlkə Əbu Cəhli qabağa salaydı. Mən onda bədbəxt olardım. Mənim təqdirim bu olardı ki, mən dalıya düşəm. Mevlana bunu istəyir, bu dastanı deməklə istəyir deyək ki, əsl təqdir است. Xastə ilahi əsl است. و انتخاب فرع است اما انتخاب هست. Bu Mevlevi'nin yazdığına göre o tarix İbn Hişam'da yoktu bu mətləb. Bir dənə də izafə mətləb yazıb ki, Ömər ki demiş gediyəm, Peyğəmbərin başın gətiyəm, baş kəsəm gətiyəm. Cəmaət də buna deyib, hanı o baş. Deyə olsun, mən sizə başı göstərirəm. Ta inki Ömərin dədəsi gəlir. Dədəsi gəlir, o tarixlərdə yoxdur. Fəqət Mevlana bu da yazıb. Bilmirik, Mevlana hardan tapıb yazıb. Dədəsi gəlir, etiraz edir. Deyir ki, başımızı aşağı elədin. Sən bu iman gətirməklə. Elə bunun, bu sözü demək həmin dədəsinin başını kəsir. Tarixdir da biz bilmirik, düzdür, qələtdir. Yəni, Ömər burada baş kəsməyi intixab elədi. Amma o iman gətirməyi Peyğəmbərin duasında, o Peyğəmbərin ki dilinə gəlmişdi Ömərinə, ya Əbu Cəhlinə Öməri ki salıb qabağa, Ömər ki istəməmişdi. Dua eləyəndə Öməri salmışdılar qabağa. O qabağa salmaq onun təqdirinə yazıldı. Xob, az inşa nəticə girim ki, həm təqdir həst, həm intixab həst, həm ixtiyar həst, həm əqlaniyyət həst. Amma əsl در aləm طبق nəzər Mevlana təqdir həst. İndi zəhmət olmasa açın mətnidən də bu sözlər bir dəfə də buradan oxuyaq. Bir sual məncə. Buyurun, buyurun. 4 şərtin kitablarının birində yadımda hansı var? Yazıb insanlar 4 dana cəbridə giriftardır. Bəli. Bilmirəm. Cəbrəhay hakim bə. Düzdür da. Cəbri mühit, cəbri tarix. Cəbri təbiətdir, cəbri xristiandır. Bəli. Bu əzəzəli səhv sizin nəzərdə. Düzdür da. Şəriətin o sözü düzdür. O cəbrilər cəbrəhay hakimdir da. Ki, əlbəttə o dördün deyib də, hər kəs onun ustadı Qurviçdir, o da bir arız idi. Bunları bir miqdar təğyir etmək olar. Yəni, o söz düzdür. İnsan در اصل گرفتار bu cəbrilərdir. Amma گرفتار bی xasiyyət deyil. Əqli var, ixtiyarı var. Eləyə bilər, ta həddi bu cəbrilərdən özün rəha eləsin. Cəbrə mühitdə bir miqdar xonsa eləmə olar. Cəbri xod, xiştənin bir miqdar təğyir edə bilər. Elə indisi ərz elədik da, çətdə dünyaya gəlib, özün təğyir verir. Cəbrə mühitdir da, kəndi bir dənə xassı bir halətləri var, xasiyyətləri var. Eləyə bilər, o mühitdən çıxsın. Şəriətin sözü düzdür, xahiş edir. O əvvəlin suxənranisidir, der danışədə Nəfti Abadan şəriətinin. Çar zindan bə. Xob, səfhəyə 162 vəsət səfhə Ömər rəziyallahu anh. Hamı tapdı? خب عمر رضی الله عنه پیش از اسلام به خانه خواهر خویشتن درآمد. خواهرش قرآن می‌خواند. طه ما انزلنا، یعنی سوره طه اوایل، به آواز بلند. چون برادر را دید پنهان کرد.
و خاموش شد. عمر شمشیر برهنه کرد و گفت البته بگو چه میخواندی و چرا پنهان کردی و الا گردنت را همین لحظه به شمشیر ببرم. هیچ امان نیست. خواهرش عظیم ترسید، چک گفتو و خشم و مهابت او را میدانست. بلیده چی نزوی عصبانه گردشه بار. از بیم جان مگر شد. Tamam mı hepsiz? Tapıpsız? بله. از بیم جان مگر شد. گفت از این کلام میخواندم. gösterdi. که حق تعالی در این زمان به محمد صلی الله علیه و سلم فرستاد. گفت بخوان تا بشنوم. سورت یعنی سوره. سوره طه را فرو خواند. عمر عظیم خشمگین شد و غضبش 100 چندان شد. گفت اکنون تو را بکشم. گفت اگر تو را بکشم. گفت اکنون اگر تو را بکشم این ساعت زبون چشی باشد. Yani mənə Ömər də ki, gəlmişəm səni öldürürəm, indi səni öldürəcəm. Amma indi səni burada öldürsəm, sonra mənə deyirlər ki, aciz koşi kərdi. Zabunçiyin aciz koşi. Gedim, Peyğəmbəri öldürüm, gəlim sonra səni öldürüm. Əvvəl berəvəm, sər ura yəni Peyğəmbər را ببرم. آنگاه به کار تو بپردازم. اول ضعیف öldüysem, sonra cesem qəvin öldüysem, mənə eyb tutarlar. Əvvəlcəm qəvin öldürün, sonra gəlin bacımın da başını kəsin. همچنین از غایت غضب با شمشیر برهنه روی به مسجد مصطفی نهاد. در راه چون سنادید گرشت. سنادید یعنی بزرگان. او را دیدند گفتند های عمر. هان ببخشید هان عمر قصد محمد دارد. ucadan dediler bu şey değil, peygamber öldü ya. البته اگر کاری خواهد آمدن از این بباید. Dediler heç kəs Muhammed öldürənmi? Əgər gələr elə bir iş görürlər, elə Ömər iş edib. Bunu təşkil ediləcək bərəkən. Niye bu sözü dediler? Zira Ömer azim با قوت و رجولیت بود. رجولیت یعنی رجل، مرد. بدتر مردانه‌ای وارد چی تمامده و به هر لشکری که روی نهادی البته غالب گشتی و ایشان را سرهای بریده نشان آوردی تا به حدی که محمد مصطفی صلی الله علیه و سلم می‌فرمود همیشه که خداوندا دین مرا به عمر نصرت ده یا به ابو جهل.
Əbu Cəhl adın Peyğəmbər qoymuşdu. Əbu Cəhl, yəni Əbul Əql. Rəis-i Məkkə idi. Çün Peyğəmbərə İslam idi iman gətiyə, ona Əbu Cəhl demişdilər. Xülasə 2 dənə böyük kişi varmış Məkkədə. Zira ando در عهد خود به قوت و مردانگی و رجولیت مشهور بودند. تا bu 2 kişiden qəvisi yoxmuş. Və axir çون مسلمان گشت biləxərə xülasə eləyib da Ömər ittifaq düşdü ki, müsəlman oldu da ki, mən cüzvü hal onu ərz elədim. همیشه عمر می گریستی و می گفتی یا رسول الله وای بر من اگر بوجهل را مقدم می داشتی. هردا دعا eləyəndə ha که ارز elədim da و می گفتی خداوندا دین مرا به ابو جهل نصرت ده یا به عمر. Daima Ömer deyir ki, Allah, bir də məni salsaydı bu duada soruya, onda neynərdin? Onda mən Əbu Cəhlə tay olardım, kafir qalardım. Hal mən çe budi və در zəlalət میماندمی فل جمله okutuldu. در راه با شمشیر برهنه روی به مسجد رسول الله صلی الله علیه و آله و سلم نهاد. در آن میان جبرائیل علیه السلام وحی آورد به مصطفی که اینک یا رسول الله عمر می آید تا روی به اسلام آورد. Ömer چی gediymiş Peyğəmbəri görə? Gedəndə hədəfi budur ki, Peyğəmbərin başını kəsə. Amma firiştə də Peyğəmbərə muştuluq verdi ki, xəbərim var, duan müstəcab olub. Ömər gəlir, mömin ola, müsəlman ola. İndi firiştə Peyğəmbərə tapışır ki, در کنارش گیر، ona mehribanlıq elə. Həmin ki Ömər از در مسجد در آمد معین دید که تیری از نور بپرید از مصطفی علیه السلام و در دلش نشست. بلا به معنای تقدیر tutub. مولانا deyir ki, o əxbar bu deyirlər ki, Ömər vaxtı varid məscid oldu ki, Peyğəmbər öldürə, hədəfi öldürmədi. Amma Peyğəmbərin vücudu mübarəkindən bir dənə nur çıxdı, getdi, otdu Ömərin qəlbində. Bu nuru çıxmağa deyir təqdir. سرنوشت عمر و در دلش نشست، نعره زد، بیهوش افتاد. مهری و عشقی در جانش پدید آمد و میخواست که در مصطفی علیه السلام گداخته شود. از غایت محبت محو گردد. Əvvəl istəyirdi onu öldürə, amma o nur ki düşdü ürəyinə, o nur ki tabiş elədi Peyğəmbər İslamın vücudundan, getdi Ömərin vücudunda pəxş oldu, sistemi dəyişildi. Qoft, indi Ömər ki istəyirdi Peyğəmbəri öldürə ha. Bu qatil dedi ki, گفت اکنون یا نبی الله ایمان عرض فرما، منه ایمان عرضه اله و آن کلمه مبارک بگوی تا بشنوم. یعنی شهادتینی دی، من شهادتینی دی مسلمان olum. چون مسلمان شد گفت اکنون به شکرانه آن، تا buydan bu yanası istifadə az ixtiyardır. Mən də əvvəldə ərz elədim. Birazdan sistem, ovuz əhval bir form oldu. Peyğəmbərin məhəbbəti Mevlana deyil, düşdü Ömərin qəlbinə. Ya üstə buyurdu ki, nur çıxdı, nur tabiş elədi.
Ömərin sistemi dəyişildi. Amma indi bundan bu yana Ömər ixtiyarı ilə görə istifadə eləyir. اکنون به شکرانه آنچه به شمشیر برهنه به گست تو آمدم و کفارت آن یعنی şəmşiri لخت gətirmişdim sən başı və kəsəm və indi əvəz oldum. Allah lütf elədi ki, iman gətdim. Mən bir qələt iş görmüşdüm. Gəh kəffarə verəm. Kəffarəsi nədir bu qələt təsmimin? بعد از این از هر چه نقصانی در حق تو بشنوم فی‌الحال امانش ندهم. من belə görsəm ya Rasulullah, ixtiyarımdan bu cür istifadə edəcəm. Görsəm hər kim sənə çəpbaxı boynu vuracaq. Və mən bu işim kəffari o qələt işi ki, əvvəldə görmüşdüm. Təslim tutmuşdum, gəldim səni öldürəm. Bunları da eşidək, daha tarixlərdə nə yazılıb? و بدین شمشیر سرش را از تن جدا گردانم. از مسجد بیرون آمد ناگاه پدرش پیش آمد. Ömərin dədəsi gözü gəlir. Gofت Ömərin məsxərə elədi dədəsi. Dedi ki din gərdanidi. Oğul dinimi əvəzlədin. Məsələn səfeh bala. Adam da dilini əvəzlə, səfə olan, dilini əvəzlədin. Ömərin dədəsi bu cür söz dedi. Filhal sərəş ra əztən cüda kəd. Bilafasılə Ömər dədəsinin başını kəsdi. Ömər Moğollara o cür mütəqiddir. Mənim nə zəmandır? Bəli. Xoş-xoşlar başlanırdı. Yox, buydan bəri bu ixtiyaridir. Allah deməmişdi dədə öldü. Bu özü intixab edib, ixtiyarından bu cür istifadə edib. Lütfən təvəccüh edin. Naga pederəş piş آمد گفت din گردانیدی. Oğluna ki bu cür etiraz elədi, filhal sərəş ra əztən cüda کرد. Atasının başını kəsdi və şəmşiri xunalud در دست میرفت. elə şəmşiri də əlində gediydi, qanlı. Sənadid, yəni buzurgan. Sənadid قریش شمشیر خونالود دیدند گفتند این دولت bizi مسخره edirlər. آخه وعده کرده بودی که سراورم. Sən demişdin ki gediyəm başçatıyam, yəni peyğəmbərin başını gətirəm. Evdən çıxanda bizi demişdin. Sərku hanı o baş. گفت اینک دیدی dayanın göstərərəm sizə. گفت این سر را گفت اینک o əlindəki başı göstərdi, dədəsinin başını göstərdi. Demişdim ki gediyəm baş gətirəm, bu da başda. گفت این سر را از اینجا بردی. Yok, iştibah dedim. Qeydim bir dedim. Goftan axir vədə کرده بودی که سرآورم. Sən demişdin ki bir baş gətirəm. Goft sər avurdam. Ömər dedi ki mən bir baş gətirmişəm da. Goft اینک öz başını göstərdi. گفت o böyük dedi ki این سر را از اینجا بردی.
Bu başı ki bizə göstərsən öz başı bu başı birdən aparıbsan. گفت نی آن سر نیست این آن سریست. Dikkat edin o. Ömer öz başını gösterdi. Dedi budur da baş yatırmışam. Dediler baba bu başı burada ne yapapsan? Ömer dedi ki yok baba da bu baş əvəz olur. Mənim bu başım öz başına işarə eləyir. Bu o baş değil. Bu imancədir. Bu dünyası dəyişilir. این آن سریست. Bu ayrı başdır. O dünyanın başlarındandır. Sər mənəvist. Bu başı ki gedəndə özümdən aparıydım. Bu başı qələt idi. Qələt baş idi. Bu başda, bu məğzıda ayrı bir məğz aparıydım. Ayrı bir fikrlər aparıydım. İndi fikrim dəyişildi. این آن سریست. Bu mənəvi baş olub, qutuldu. İndi Mevlana nəticə alır 2 sətridə. Buyurur ki, اکنون بنگر که عمر را قصد چه بود و حق تعالی را از آن مراد چه بود. Otaq fikirləşə, Ömərin təsmimi nə idi, Allahın təsmimi nə idi? Ömərin təsmimi buyurdu ki, geçsin Peyğəmbərin başını kəssin, vəli Allahın təsmimi nə oldu? Allah bunun qəlbinə bir nur saldı, bu bərəks oldu işi. Bu gəldi, mömin oldu, mücahid oldu, Peyğəmbərdən defa elədi. Ta axır günəcən Peyğəmbərin poştlarında dedi ki, hər moqə tirasdalar dərsin əvvəl Ömərə. پیشمرج idi Peyğəmbərə. تا بدانی که کارها همه آن شود که او خواهد. یعنی الله. یعنی اصل با تقدیر است. بیت شمشیر به کف عمر در قصد رسول آید. در دام خدا افتد و از بخت نظر یابد. با اینکه وقتی yazmış Xudaya keçən həftə Əl-Əbdə yudabbir Ömər bir tədbir eləmişdi. Təsmimi buyurdu ki, gedə Peyğəmbəri öldürə vəli vəllahu yuqaddir. Allah, müqəddərat Allahın əlindədir. Mevlana istəyir ki, bu fərmayişatı ispat eləsin ki, desin ki, aləmdə əsl təqdir ilahidir. Amma با وجود تقدیر الهی قدرت اختیار از انسان ساقط نمی شود. اختیار deyində. İndi Ömər o ləhzədən bu tərəfə ixtiyarı ilə Peyğəmbərdən nigahbanlıq verir. İxtiyarı ilə dədəsinin başını kəsir. İxtiyarı ilə peşmərcə Peyğəmbər olur. Yəni zindagi insan, zindagi bəşər məcmuə است از تقدیرات، مقدرات و اختیارات. تکرار. زندگی بشر مجموعه است از مقدرات و اختیارات. hamısı ixtiyari deyil. Hamısı təqdiri və sərnəveşti deyil. Bəlkə məcmuə əzandır. Bunda mən bizə təhlil elədim. Hər موقع cəbr و فشار بیشتر باشد محدوده اختیار کم می شود. اختیار انسان در حال افزایش و کاهش است. bu miqdar. Sağ olun qulaq vaxt fehmafi qutuldu. Bir neçə dəqiqə istirahat eləyək. Bir nəmədə fəzamız burada dəyişildi. Bəşlərsiniz. Bir neçə dəqiqədə bir istirahət müxtəsərdən sonra dəftəri pəncümdən oxuyacaq, təşvə parasıyıq. Saatında dəftər edə Həzrət Musanın dünyaya gəlməsi də düzdür, doğru, təsdiq olunur.